Hamınıza salam dostlar. Necəsiz? Bu toyuqların otuydu. Dağdaki otları gəlib apardılar. Bunu da yığdım ki, bunu da aparmasınlar. Başqası gəlib apardığına görə bilməz deyə, alıb aparırlar deyə ayırtdım. Bu əl arabasının içine koymuşam daha doğrusu. Ördəklər də burada özləri üçün gözləyirlər. Elə burada qoy qalsınlar. Məncə daha heç nə olası deyil. Erkek qazı göstər demişdi kimisə. Dedim mən çıxdı. Baxın bu erkek qazdı. Gedək baxın neçə yumurtlayıblarsa və yaxud yumurtlayıblarımız. Dünənləri 2 aldım bu arada. Shortda paylaşmışdım. Bu Türkan toyuğunun yumurtasıdır. Boyun tüksüzün. Ağ rəngdə market yumurtasına oxşur. Başlayaq ilk öncə buradan. Burada yoxdur. Burada 3 tane var maşallah. Üstü kabra. Yani tezə durub toyuq. Saat 6'da nədir? Belki də 7 işləyib. Bu vaxtda toyuqlar nə yumurta eləyirsə anlamıram. Mən heyvanlarımı bilməm, vaxt niyə bilmirsə. Geldi bu yine. Burada da 2 tane. Biri fal yumurtaydı. Köhnəsiydi. Bunu alım, tədəsi qalsın. Köhnəsi də renk yumurtadı. Yeni də aldım. Kaldı 5 tane. Oldu 5 tane bir günlük yumurta. Maşallah bizde eksik etmeyin. Kanala abone ol, like atmayı da unutmayın. İkisi kaldı. 6. Geçen haftanın 6. gününe kimi demiştim neçə yumurta olacak? 5 demiştim. Bir abonəçim 7 demişti. 4 oldu ama. Pis değil o kadar da. Bir hafta ərzində 4 yumurta. Elə də pis değil. Yani. Bu necə edim? Biraz aşağı salınsın. Yaxşı. Bura asmaqda. Belə. Yiyərlər də rahat. Koyan kim geldiler indüşkalar. Əsas indüşkaların xoş gəlir belə. Sümbülcü zatdır. Burada da yemlərdə qutarıb bir iki günlük alıb oraya çıxıb vaxt edib Dubaya da gedə bilmirəm ki. Bu qaldım indi. Sabaha da gezməliyəm. Həmişə zapazka olurdu buradan. Əlavə alıb qoyurdum ki belə olmasın indi. Gilas, ot. Buradan çıxan toza baxayım. Vaxt yoxdur getməyə. Toza bax. Sabah baxım. Vaxt tapıb gedim ya ondan sonraki gün bir gün idarə eləyim.
Belə olmaz diye. Türkan sabah yumurtlayacak. Bugün yumurtlamayıp. Bu. Odaki dürənləri bitlərmən səpmişdim axı dostlar. Qapı bağlıydı. Onlardaki burada sıxışıb qalmışdı yumurtadan. Bir tabii yəqin ki biri olmuşdu. Baxın burada yumurtlamışdı. Oradan aldım şortda da baxa bilərsiniz. Baxın bura əvvəlki toyuqlarımın sula yeridir. Bura heç baxmamışam. Adam yenə də bir narahat olur. Hardasa bir zula eləyərlər. Gəzib baxmaq lazımdır. Balaca yer olsa da, çox belə gizli yeri olmasa da toyuqlar yeni tapır kuytu köşe yerləri. Ne bileyim, belki gelip burada yumurtluyor. Her şey olabilir. O Türkanın yumurtasında böyle gezirdim. Dedim bir bakım. Gördüm çıktı istiydi yumurtadan. Biraz da tez gitseydim belki yumurtlayan vakti tutardım ama görmedim toyuğu. Yumurtadan tanıdım ki Türkanın yumurta. Xoruz ayaqlarını düz atır. Bilmem bu düzəlir mi, düzəlmir mi? Düz atır, biraz qol nəsə qaçanda yumru atır ayağım. Baxın normal düz atır ayağın. İndi baxın qolacağım. Baxın. Az da olsa yum batır. İnşallah olmaz. İnşallah olmaz. Sesim niye böyle oldu? Düzeler inşallah. Nedense bilmirəm. Bugün bitlərmən vuracaqdım. Qarete bitlərmən aldım. Ay tapdı. Daha doğrusu nənəm getmişdi. Amma ki ördək balası yox idi. İndi dediler ayın 4'ü gelecek. Ay 4'ü gelecek indi. Baxın bilmirəm indi gedən olacaqsa bazara ay 4'ü alardım. Ay 4'ü 5 dənə 7 dənə çox da istəmirəm. Çətin olur da baxmaq. Hərəsinə ayrı-ayrı bax. Ördək, qaz. Biri böyük, biri balaca. Hərəsinə ayrı yer. Yerim də o da yoxdur ki növ yaş bir həftə, bir ay belə yaş fərqli ola saxlayın yəni. Elə olmur deyə çox da heyvan saxlaya bilmirəm. Gərək maksimum 2-3 sort heyvan saxlayayım. Onların da ikisini böləcəm, birini qarışdıracağım birinə. Belə. Limonun balalarını deyəsən hamısı ikisi də 2 dənədir. Deyəsən ikisi də toyuqdur. İstəyərdim yekə olan xoruz çıxsın amma ki toyuqdur da. Böyüyü də kiçiyi də toyuğa oxşuyur. Qaz. Baxın erkek qaz. Bu ana qaz, ən qoca komba. Bu erkek qazımızdır. Bu erkek qazın bacısıdır, kız kardeşi. Bu arıqdakı bu 2 dənə qazın ögey anası. Balalar bunun idi, baxan ikisi idi, ögey ana. Bir dənə də olsun balası olmuyor bu arığın. Özü güllüdür, babbalıdır, napnazik, arıq incə xanımdır. İldə 2 dəfə kürt oturur yumurtlayıb. Bilmirəm,
Buna yumurta köt oturan vaxtı yumurta çatmır buna. Abişlən köt koyuram, buna yumurta çatmır. Aslan. Belə geçsə bu xoruza öz nəfsim deyəcək. Dəli. Baxın, bəlkə sabah yenə arpa gətirim. Fikirləşirəm. Hindişkanı görmədiniz. O astığım bir dəqiqə şey var, iplə. Bir hindişka tullandı, üstüne yıxıldı. Dəlilənirlər sümbülü görün. Baxın. Hindişkalar dəli olublar. Qarğa görəndə mən qorxuram. Elə biləm, nəsə heyvanlar zaddan qalıb bayırda. Nəsə olar. Buranın otun belə dırmıqlamışdım bayaqlarda. Tezdən soğuklar yaxdılar yerə. Sərdilər. Ördəklərini də, daha doğrusu qazlarını da ləyənin aşağıdakı balaca olanını da doldurmuşdum. İçib, həm çimiblər, su üstlərində hopub, yəni azalıb. Bu oturmuşdu, bu toyuq oturmuşdu axırıncı dəfə yuvada görəndə. Daha baxmadım, altında yumurta var idi, nə olmuşdusa. Axırıncı dəfə dediyim 1-2 saat olar, onu da görmüşdüm. Bilmem ondan oturub mu, yoxsa başqa toyuq oturub mu? Yumurtalar indi də istəyidi axı. Yumurtalar alanda istəyidi. O portağı şey qığıldayır, xoru da çağırır. Dəli. Gel görmə bura, sən yiyeyim. Görmə bura, xoroz. Dəli. Ballı. Tökülə gəzir belə. Bədəni də göstərə. Sizə şitillər bilməm nə vaxtını göstərmirəm, yoxsa göstərirəmsə. Ördəkləri tuta bilsəm göstərim. Qabağımda olmuşkən də. Baxın qanatlarına. Maşallah qanadı çıxartılır. Dayan 5 dəqiqə ya da bir yerdə. Üstünə baxın. Bəzəklər gəlir üstünə. Deyən, sakit deyən. Quyruğu. Yəqin bu yenilər burular bilər. Quyruğu burulmayıb, başına baxın. Yeşillaşma gedir. Ekrandan da, kameradan daha yaxşı görünmür. Yeşillaşma gedir. Üstünə bəzəklərinə baxın. Qəribə bəzəklər gəlir. Baxın nə qəribədir. Atasını da elədim görürsün. Neyse gidelim. Qarğaların çox olduğu vaxt indilərdi. Gündüzlər çox olur deyə gəlmirlər, axşamdakı yatırlar deyə gəlmirlər. Bunun güllər tökülür ki. Başqa gül. Bunun gözəlliyinə baxın dostlar. Nə qəribə, nə qəşəng güldür.
Sonra hələ bunun gözəlliyinə baxın. Effekt kimi görünür. Baxın, zolaqlı nə qəşəng. Ekranda elə bir şey effekt qoşulub. Baxın, burada nə qəşəng gül var. Həmçinin bu biraz solub. Ekranda niyə belə qəşəng effektli kimi düşür? Qəşəng deyil mi neysə. Nə gözəl güllərdir. Bundan biraz çox xoşum gəlmədi. Biraz qəribə güldür. Bu nədir, buna baxaq. Bu da qəşəngdir. Əsas bomba burada da biraz çoxalma yeri buradır bunların. Burada çoxalır, gedir o güllüyə. Yox, buradan çıxartıb aparıb qırmızı gülün rənginə baxın hələ siz. Növbə-növ güllər var. Hələ siz buradakı işçilərə baxın. Hələ burada gül açmalılar var. Hələ siz bu gülə baxın. Hələ bir də buna baxın. Gəzmək olmur qızılgül işçilərin əlindən. Hansını mən göstərim sizə. Hamısı bir-birindən gözəl. Mayfqa glas qalıb ki. Qarışqalara baxın. Talan eləyirlər. Neyse. Bir dənə gül qırdım. Diğerini tapamıyorum, hansını qırmızı. Veya xırdat da belə uzun deyil saplağı. Sapı da doğrusu. Raman yoxdur. Aşağıdadır. Aşağıdadır. Yox mən, hən də. Bunları kırdım. Şimdi size işçileri de göstereceğim birazdan. Telefon mənim yerimə niyə qərar verir? Bu videoları niyə saxlayır öz-özünə? Gül gətirdim. Ördəyimin məzarının üstünə. Kızımın məzarının üstünə. Otu nə gündə aparıblar. Bağın içini tökə-tökə aparıblar. Vay bu ne gündədir. Bağı yerində ot tökülüb qalıb. Bir ot aparıblar da. Size o küncdə göstərmişdim ikilas. Onu sabah başlayacaq. O növdən sahəmizdə də var. Aşağı yekə sahəmizdə. Bura həyət yanı bağdır. Bu gilas. Sahəmizdə də var. 2 dənədir. Biri bu, biri sahədəki. Sabahdan başlayacaq bunu da yığmağa və sahədəkin ikisini. Bunlar da bilmirəm 5 manatdır, yox 4.50 nəsə belə kilosu. Dəqiq bilmirəm ay. Meyvəyə baxın dostlar. Bu niyə xırda qalıb onu bilmirəm, biraz yekə olur bu meyvəsi. Sahədəki yekədir biraz. Meyvəyə baxın dostlar, maşallah. Yazmağı da unutmayın. Çox qəşəng gətirib Romanovka. Romandır adı. Romandır nəsə bir şey.
Romanovka deyirik, Romanovka. Nəsə bir şey deyirik. Bu Napolyon ağacıdır. Bir dənə də olsun gilas görməmişdim bunda. Bu oyunu soxduğum yerə. Meyvə gətirməmişdim ilk dəfə. Gördüm bunun meyvəsini. Keçən ildə çox cüzi miqdarda gətirmişdi. Bunun içi ağ olur. Baxın, içi ağ olur. Diğer bunlar Romanovka'da, onu da göstereyim size. Bunun içi kırmızı olur. Romanovka'nın Napolyon'u da belə bilmək olur. Romanovka içi kırmızı olanda Napolyon'un içi ağ olur. Napolyon qiyməti heç yadımda yoxdur, nə vaxtdan da satılmır deyə. Bu yəqin İtalyandır, nədirsə. İtalyan gəlib Romanovkanı keçib. Baxın, bu bir dənə Romanovkadır. 2 dənəsi İtalyandır, nədirsə. Romanovka biraz yumru olur. İtalyan belə uzun sov olur. Videoya baxdım, 3 dəqiqə dedim, bu necə 3 dəqiqə olur, bir dəqiqə. Onun neçəsi dəqiqə çəkmişim. Sonra yadıma gəldi, videoda yanmışdı. Hayda, indi bunları tezdən birləşdirəcəm daha. Birləşdirmək üçün bir yarım saat. Yükləmək üçün bir yarım saat. Kartof da bir burada çıxartmışıq. Belə göstəreyim. Bu videonu gecikdim. Bu videonu çəkərkən Harikalar Diyarı, Qanatlıq Küməsim Hobbidir, nəsə bir şey bilmirəm. Bir də ki Quşlar TV kanalda video atdı, yarın saat 19:00'dır. Gecikdim mən. Normalde mən həmişə gecikirəm, biraz gec atıram daha doğrusu. Bunlar da hiç cücərməyib. Sonra burada köklərim var, yer köklər. Burada ştillər var. Biber diye 3 tane. Burada badımcan var. Pomidordu. Reyhandı. Sonra 2 tane istiyot var 2-3'de. Sonra xiyarlardı. Simiçka ekmiştim. 4 tane de nəsə kub. Biri ikisi çıxıb. Diğer ikisi çıxmayıb. Ne de otdu yoxsa nədirsə. Burada heç nə çıxmayıb. Xiyarlar da qəşəng böyüyüblər. Dünənləri inin peynini çıxartanda gətirib bu ştilləri də, sonra ana məkən ştillerin dibinə də, sonra qələmlərin dibinə əsas tökdük. Mənkilər balaca qalıb, biraz kölgəli idi deyə. Baxım, icazə versənə o kölgə salan budaqları adını siz deyin buduyacağım, çünki həm o xiyarları xiyarların üstünə ip atanda, yəni ki sarısında ya o mane olacaq. Pomidorlar da ana əkən, evdəkilər əkən pomidorlar da qəşəng bitib, daha doğrusu böyüyüb. Həmçinin badımcanlar da bir maşallah sizə əksik etməyin. Çeləklər bilmirəm. Bu aralar heç gətirmir, gətirəndə 3-4 dənə yenidən başlayıb gül açırlar. Maksimum
20 gün, 1 ay bunlar meyve gətirəcək məncə. Sonra meyvə satılacaq. Deyəsən bunlar hansısa qışa kimi meyvə verən çiyələklərdəndir. Yəni onlar da meyvə verib bitəcək bir aya belə. Sonra biraz istirahətdən sonra yəqin yenə adasızlığın meyvə verməyə başlayacaq. Baxın, limonun birinci böyük balası, bu da kiçik balası. İkisi də toyuqdur yəqin ki. Biri xoruz olsaydı, 2 toyuq bir xoruz olardı. En azından daha çox kekilli çıxardı. Cütə ayırmasaydım da, yəni xoruzdan daha çox çıxardı. Pis deyil toyuq da. Məsələn, boynu tüksüz xoruzu qoşsaq bunlara, kekilli boynu tüksüz belə bir şey çıxar. Pis deyil. Qaza baxın, dağıtıb tökülür. Baxın, yaxınlaşdırım sizə. Sökülür. Düşüyor baxın, ot üçün. Yatıb bir yerdən ot yeyir. Gecələr bu aralar hinlər çox isti olur gecə vaxtı. Hündüşkalar istidən yanır. Qanadlarını açıb elə yatırlar. Bayaqlar göstərdiyim küllü kimi toyuq var deyə ballını döydü o toyuq. İndi birazdan toyuqlar və daha doğrusu hündüşkalar və qazları bayra bırakacağım otlasınlar diye. Toyuqları da böyle didib atacağım ot. Şimdi biraz atım öyle bir de. Hiç bakmayın, içeri ot doldu. Bakın da kurtarma hızına bakın. Qazlar da, hündüşkalar da toyuqları çəkdi. Toyuqlar da, gələn toyuqlar da döyüb qovurlar. Burası ballı. Bakın, kurtarma hızına bakın. Bir dəqiqə çəkmir heç. Deyək mən nə qədər ot töküm var, yiyib doysunlar. Buna görə qazlarla hündüşkaları çıxartıram bayram. Ördəklər də təbii ki çıxartıram. Ot demək olar ki, toyuqlar heç nə çatmadı. 1-2 ise 7 ise 7, yoxsa yox. Bunlara bax, içəridə ot ola əlimə baxırlar. Hündüşkaya baxır, sağ budur. Ot görməyib ömründə. Dünən axşam yeməmisənmi? Akşamlar yatmamışdan əvvəl verirəm. Daha doğrusu bırakıram bayram. Bəsləri olur. Akşama tok yatırlar. Qaza baxın dostlar. Nəfəs aldı bala. Yəni hündüşkaya baxsan. Çitə heç belə qudurmuyur. Dilim dolaşır. Erkek hündüşka elə bir görməmiş. Yeni sərçələr gətirdi balalar üçün. Yem. Bəlkə bugün çatdırsam canlı açacağım. Eğer ki videonu adamsız videonu birləşdirdikdən sonra vaxt qalsa bəlkə bugün adamsız canlı açacağım. Olmasa da heç nə dahi.
Sabır aça bilən dedim, sabır gilas var. Gilas sıxmağa. Almanlı bizdəki ağacdır. İndi nənəm gibi kurs olması rahat olacaq. Dünənləri demişdim. O dərmanxana ilə bir nənəm gilçin, əmim gilçin almışam. O yazımdan çıxıb dediyim. Gedib oturmuşam nənəmlə televizorda baxıram videoya. Nənəm də bəxtimdən eşitmir, biraz zəif eşitir demək. Nadir hallarda eşitir bəxtimdən. Yine bu videoda inşallah baxmazlar. Eşitmədi onu. Babam yox idi, evdə. Nənəmlə baxırdıq. Nənəm də eşitmədi tam. Daha doğrusu eşitmədi. Baxın Türkan toyuğu. Cütləşmə oldu. Türkan xoruzda gedir yanına, qorxur, ürəklənmir ki, ayırtsın. O Türkan toyuğunun yumurtası çox bəlli olur, çox rahat olacaq mənim üçün əgər kürt altına qoysam. Rahatca, gönül rahatlığına ayırta biləcəm. Çünki elə bir yumurtlayan toyuğum heç olubsa bilmirəm, heç yoxdur. Mən neçə vaxt istəyirdim elə bir toyuğum olsun. Çünki heç bəlkə də heç görməmişim elə yumurta. Ağ yumurtada ancaq krem rəngində olub ya da qəhvəyi rəngdə olub. Çoxsu krem rəngində olub. Ağ yumurta ilk dəfə gördüm. Ligorinim olmadığı üçün təbii ki normaldır. İndi Türkan toyuğu çıxdı. Türkan toyuğunun da qulağı qırmızıdır. Bu qəhvə yumurtlamalıydı amma ki ağ çıxdı. Məncə bu %100 doğru deyil, belə %70 belə doğrudur. Qulağı qırmızıdırsa qəhvəyi rəngdə və yaxud krem rəngində, ağdırsa qulağı ağ rəngdə, qulağı belə yaşılımsı mavi kimidirsə, mavici yumurtlayan da mavici toyuqdur, yəni mavi rəngdə, yaşıl rəngdə yumurtlayan toyuq. Məsələn bu portağalı gözləyərdim ki mavici olsun. Eyni o cinsə oxşur, pipi desəm, üz quruluşu desəm, özündə tükün desəm. Bəlkə də atası və yaxud anası olub mavici yumurtlayan. Başqa yerdən aldığım üçün bilmirəm. Heç olmayıb məndə mavici. İstəyərdim amma ki belə yoxdur da tapamıram. Burada nə qəşəng ot var, bunları heç görməmişəm. Bunları aparım da ki, yılan çıxmaz inşallah. Qəşəng ot var ki az. Qorxuram tərəfənlərin nəsinə. Gəl hindişkəsən də iyi. Bunları mən ən yaxşı jiletka getirim. Cücələri də veririm. O çələyi yanında olmalıydı. Bu gülün rəngi narıncı gül deyilə bir. Jiletka da vereyim, videonu da söndürüm. Başım qarışır arada. Çox danışıram. Videoda uzun oldu, indi məncə çətin olacaq bunu. Çətin deyil, vaxt aparırdı biraz. Qoşmaq, birləşdirmək daha doğrusu. Burada necə bitirsə, olmana heyvan da yoxdur. İçində yemir. Çox ola bitirlər özləri üçün. Mən də sağ olum, yığıb aparım. Toyuqlar yeməsə də yenə, yeyə bilməsə də yenə yedirtirəm. Toyuqlar burada olsaydı hər gün talayardı burada, bir dənə də işini qalmazdı. Çiyələrlə 0, sonra bu smorit nedeni, onlar da 0 olardı. Otlar burada artıq zəif bir şəkildə olardı. Onlar yoxdur, amma zəif olardı da. Çox toyuq yoxdur deyə, heyvan yoxdur deyə. Bir 50 dənə, 20 dənə qazım olsa, 20-30 dənə belə. Belə buralar quraqlıq olardı. 100 dənə toyuğum olsaydı quraqlıq olardı. Heyvan ayağı dəyən yer quraqlıq olur. Həm də ki, yeyib bitirirlər. Bunlar bu içəridə ot niyə yemirlər, mən anlamıram. Ot üçün dəli olurlar. Ördək olanda burada ot jiletka zad verirdim. Ördəklər sağ-sağı yeyirdi.
Əlimi yırtdılar. Ve sağ-sağdan da yeminlə atırlar, qalır yerdə. Əlinə verəndə yeyirlər amma. Neyse, videonu sonlandırım. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Gələn videoda görüşmək ümidi ilə görüşərik.